Əskər üçün aparılan ərzaq niyə qəbul edilmir? Bu artıq 2 ilə yaxındır ki, bir qoz, bir fındıq belə, yəni kənardan əskərlərə çatdırılmağa icazə verilmir. Halbuki əskərlərin gözü daima yoldadır ki, valideynlərim gələcək, qohumum gələcək, ev yeməyi yeyəcəm, bağımızın meyvəsindən gətirəcəklər, digər. Amma artıq bu icazə verilmir. Təbii ki, qanun qanundur, qayda qaydadır. İndi bəzi burada açıqlamalar var. Təbii ki, mənim də müdaxiləm olacaq. Bakıda yerləşən hərbi hissələrindən birində övladı ilə görüşə gedən vətəndaş tətbiq olunan qaydalarla bağlı narazılığını bildirib. Belə ki, onun özü ilə apardığı ərzaq məhsullarının hərbi hissənin ərazisində keçirilməsinə icazə verilməyib. Halbuki onun apardığı məhsullardan bəziləri hərbi hissənin daxilindəki mağazada satılır. Təbii ki, istinad edən bizim media xəbər verir ki, məsələ ilə bağlı Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqədar İdarəsinin rəisi Anar Eyvazov Axar.az-a bildirib ki, hərbi qulluqçular dövlət hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş normalar üzrə ərzaqla təmin edilirlər. Hərbi hissədə fəaliyyət göstərən əskər mağazalarında satılan qida və içki məhsulları Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi haqqında qanununa və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin təsdiq etdiyi sanitar-gigiyenik normalara və texniki reqlamentlərə cavab verir. Hörmətli Eyvaz müəllim oldu. Qoy adınıza bir də baxım, adınızı tapım burada. Anar Eyvazov. Anar Eyvazov, bizim də doğmalarımız hərbidə olub, yəni öz hərbi xidmətini başa vurmaq üçün, dövlətə borcunu etmək üçün o da olub. Onlar da əskərlikdə olub, hərbi xidmətdə olublar. Siz dedikləriniz, siz ümumiyyətlə orada olmusunuzmu o hərbi hissələrdə? Bəzi şeylər var ki, onların özlərini də sizdən gizlədirlər. Orada ora maşınlar gəlir. Maşınların içərisində, daxilində nələr gətirirlər? Məsələn, bilirlər ki, orada əskərlər, gənc uşaqlarda onlar nə sevir? Şokolad sevirlər, nə bilim, qablarda fındıqlar, qablaşdırılmış qoz, digər çərəzlər. O şokolad tutaq ki, ən ucuz şokoladdır 90 qəpik, 1 manat. Onu orada onlara, bilirsiniz, 5 manata satırlar. Amma valideyn alıb onu aparır 1 manata, bir 5-in bir də ki, uşağı yesin, qidalansın. Siz isə deyirsiniz ki, bizdə ərzaqlar hamısı nəzarət altındadır. Həkim nəzarətindən keçirilir, sonra mətbəxə keçir, mağazaya keçir. Bəs yaxşı, azından onları başa düşdük. Bəs ora gedən o maşınlar, o uşaqların elələri var ki, onların heç pulu yoxdur da almağa, amma istəyirlər alsınlar. O qiymətləri də bir tənzimləyin, o qiymətləri də bir nəzarətdə saxlayın. Ayda 1 dəfə, 2 dəfə, o vaxt ona avtolovka deyirdilər, elə indi də elə deyirlər əskərlər. O maşına yığırlar xırda, o uşaqların yeyə biləcəyi şeyləri. Siz də məni bağışlayın, dədələrinin qiymətini qoyub o uşaqlar əskərlərə satırlar. Ona görə də hörmətli Anar Eyvazov, bunları da nəzarətdə saxlayın. Və o deyib ki, bu normalara uyğun olaraq qida və içki məhsullarının qəbul, saxlanılması, hazırlanma və satışı mağazanın yerləşdiyi hərbi hissənin həkim heyəti və aidiyyatı üzrə digər vəzifəli şəxslərin nəzarəti ilə həyata keçirilir. Bu baxımdan əskər yaxınlarının həssaslığını nəzərə alaraq ev şəraitində hazırlanan, daşınması və saxlanılması xüsusi şərait tələb edən qidaların hərbi hissəyə gətirilməsi valideynlərə də, yəni məsləhət görülmür, o vurğulayıb. Yenə də deyirəm, hörmətli Anar Eyvazov, deyirsiniz, yenə də deyirik, qanun qanundur, qanun şahdır, şah qanun deyil, qanun şahdır. Yenə də deyirəm, o maşınlarda 99 qəpiyə, 70 qəpiyə olan şokoladı 5 manata, 8 manata, 9 manata o əskərlərə satmasınlar. Xahiş edirəm. Güya o konfetlər, o çərəzlər, digərlərin tərkibi yoxlanılır, nəzarətdən keçirilir, maşın da sürür, gəlir, dayanır. Əskərlər də bir ayda yığdığı o puldan aparırlar bir şokolad, bir qoz, bir fındıq, digər çərəzləri alıb 10 dəqiqə yeyirlər, o pul getdi. O pulu kimlərsə yığır əskərin cibindən.